Əziz müsəlmanlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Buyurur ki, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi, sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra bil ki, qani olmaq zənginliyin qapısıdır. Tamah isə kasıblığın açarıdır. Və kim Allahla kifayətlənərsə, Allaha ümidini bağlayarsa, Allah Teala onu zəngin edər. Və kim insanların əlində olana ümid bağlayarsa, alçalar, Allah Teala onu zəlil edər. Ona görə də o bəla, o xəstəlik hansı ki tamahdır, çəkinin ondan. Çünki fəsad edir. Qəlbləri, necə ki qurd meyvəni fəsad edir. Söndürür imanın nurunu, necə ki külək çırağı söndürür. Və bil ki, bu bəla təhlükəlidir. Ölümcül bir xəstəlikdir. Və əxlaq olaraq, xislət olaraq, xüsusiyyət olaraq, xasiyyət olaraq çox bir xasiyyətdir. Çox pis bir əxlaqdır. Sahibini çirkləndirir. Əgər sahibinin qəlbinə hakim olarsa, fəsad edir onu. Və sahibi görsən ki, qani olmur Allahın bölgüsü ilə, razı olmur verdiyi neyməti ilə, ruzisi ilə. Əksinə, dünyanın ardınca ləhliyir, çalışır, can atır ki, əldə etsin, dayanmır. Ona görə də təriflənməyib heç vaxt ama. Yalnız bir halda təriflənib. O da Allahın haqqında. Yəni, məxluq əgər Allah'ta olan və Allah'ın yanında olana tamah edirsə, Allah'ın yanında olana ümid edirsə, o vaxt təriflənib. Ona görə İbrahim Peyğəmbər deyir ki, وَالَّذِي يَطْمَعُ أَنْ يَغْفِرَ لِي خَطِيَّتِي يَوْمَ الدِّينِ Din günü, yəni qiyamət günü ümid edirəm ki, və ya tamah edirəm ki, Allah Teala məni bağışlayar. Ona görə tamah həm də istəkdir, ümiddir. Amma kim ki dünyaya tamah edir, dünyada olana ümid bağlayır, dünyanın malına,